Qəşəng sırğalarım var. Yaman diqqətli olmusan. Hər gün taxdığım sırğalardır da. İndi görürsən. Yox, mən... Nə var? Söz tapmırsan? Yaxşı, lazım deyil. Çox əziyyətə salma özünü. Sağ ol. Ekber! O Ekber! Ha buraya gel! Ha keselesene! Gel lan da! Olmur da, görüm. Bir dəqiqə. Verin mənə görüm. Görüm. Kömək eləyin. Çevirin. Çevirək? Ha, çevirin. Ha, gel çevir. Salam Barış. Salam. Görürsən də kimlərlə işləyirik. Nə var, nə yox? Nasosla əlləşirəm. Nə ilə? İlyas kişinin ideyası məni də xəstələndirib. Bağışla məni, sən ağ şəhər uşaqsan. Özün də həmişə bazar üzümü yemişsən. Onu da yəqin ki, özün yox, atan-anan alıb. İndi nə oldu sənə? Baxdım İlyas kişiyə dövranın sürüb, amma 100 il sonranın dərdini çəkir. Düzü mənə də qeyrət oldu. Afərin, afərin. Mən də sevinirdim ki, daha texnika sarıdan niyarançılığımız qutardı. Bura bax, mexanik, yaxşısı budur, ya öz işinlə məşğul ol, ya da... Ya da nə? Ya da səndən ayrı cür danışmalı olacam. Bu yersiz, köksüz ideyalar məni bax bura yığıb. Mənim ikinci infarkt keçirməyə oğul, iştaham yoxdur. Səndən də ayrı şey tələb eləmirəm. Texnikanın bir həftə ərzindəki vəziyyəti barədə hesabat ver, vəssalam. Sağ olun, heç olmasa xəbərdar elədiniz. Vallah bilmirəm niyə heç kəs öz işi ilə məşğul olmur. Hamı məsuliyyətdən yaxasını kənara çəkir. Cəmaatın firavanlığı barədə fikirləşsəydiniz, göz yumulu qol çəkərdim dediyinizə. Halbuki elə deyil, görünür nəsə eləməliyik, nəyisə dəyişməliyik. Amma siz, lap yad adam kimi danışırsınız. Ay sağ ol, yaşa vallah. Deməli, mən, Sabit Öməroğlu, neçə ilin sədri, bu kolxoza yadam, amma sən gəlmə ola doğmasan, hə? Qəribədir, elə bil mən göydən gəlib düşmüşəm bura.